Qabiliyyət imtahanında esse də yazdırıldı cümləsində fe'l hansı qrammatik məna növündədir? Fe'limiz yazdırıldı, sözün kökü yaz, dır fe'l düzəldən şəkilçisi, ıl fe'l düzəldən şəkilçisi, d isə keçmiş zaman şəkilçisi qrammatik. Deməli, həm dır var, həm ıl var. Biz bu vəziyyətdə son leksik şəkilçisiyə baxırıq, yəni ıla baxırıq. Deməli, cavabımız icbar növ ola bilməz. Məlum növ də ola bilməz, çünki burada ıl şəkilçisi var. Yerdə qalır B, C, D variantları. Qayıdış növ ola bilərmi? Xeyr, esse öz-özünə yazdırılmır. Deməli, qayıdış növ də deyil. Şəxssiz növ ola bilərmi? Şəxssiz növ olması üçün mübtəda olmamalıdır və bərpa etmək mümkün olmamalıdır. Burada mübtəda var. Yazdırıldı nə? Esse. Deməli, şəxssiz növdə deyil. Cavabımız olacaq məhsul növ. Çünki mübtəda var, subyekt yoxdur. Yəni kim tərəfindən yazılıb bilinmir. Düzgün cavab B bəndi.